Etdiyim bu PDF 11-ci siniflərin 100 sözlük essesinə aid PDF-dir. Bu PDF ilə işləyən şagird mümkün deyil ki, 100 sözlük esseni yazmasın, özdə çox asan şəkildə yaza biləcəkdir. PDF nədən ibarətdir? Essenin adı verilibdir. Şagirdlərə hər gün ev tapşırığı verilməlidirmi? Birinci addımda introduction verilib, yəni biz bilirik ki, essenin İlk addımı introduction girişdir, təqdimatdır. Burada sizə kömək olması üçün ev tapşırığı təhsilin vacib hissəsidir. Hər gün ev tapşırığı verilməsi haqqında müxtəlif fikirlər var. Bu kimi ideyalar verilibdir. Bu daha çox essenin mənasını başa düşürəm, lakin ağlıma ideyalar gəlmir deyən şagirdlər üçün faydalıdır. Daha sonra introduction'da istifadə edəcəyən useful expressionlar var. It is widely believed that nowadays, in my opinion. Sonra step 2 supporting sentence, dəstəkləyici cümlələr. Bu hissədə də bizə ideyalar verilib, yeni bilikləri möhkəmləndirir, məsuliyyət hissini inkişaf etdirir. Useful expressions, firstly, one reason is that, moreover, this is because. Daha sonra example gəlir. Yenə də burada ideyalar var. Şagirdlər dərsdən sonra mövzunu yenidən oxuyurlar, səhvlərini düzəldirlər. For example, for instance, as a result, bunlar useful expressionlardır. Daha sonra əks ideya, opposite opinion, yenə ideyalar var. Lakin bəzi insanlar hesab edirlər ki, ev tapşırığı şagirdləri yorur. On the other hand, however, some people think that. Bu da bizim əks fikir üçün istifadə etdiyimiz expressionlardır. Ən sonda isə conclusion gəlir. Ev tapşırığı çox olmamalıdır. Conclusion yəni essenin sonluğudur, nəticədir. Bu hissə ilə artıq bizim essemiz bitir. Useful expressionlar in conclusion, overall, to sum up. Bununla bitmir. PDF davam edir və bu PDF-də əlavə nələr var? Hər bir PDF-də fərqli bir qrammatik qayda olacaqdır. Grammar box, present simple. Məsələn, bu PDF-dən, bu hissədə bu qaydanı vermişəm. Present simple ümumi həqiqətlər, adətlər, müntəzəm baş verən hadisələr. Onun quruluşu verilibdir, nümunələr üzərində göstərilibdir. Daha sonra essedə istifadə edəcəyimiz vocabulary ingilis dilində və Azərbaycan dilində. Bu PDF-də ən sonda model esse Azərbaycan dilində verilibdir. 100 sözdən ibarət esse. Və ən gözəl hal budur ki, bu esseni yazdıqdan sonra artıq heç kimdən asılı olmadan eyni ilə bu essenin düzgün versiyasını, yəni ingilis dilində tərcüməsini PDF-in sonunda vermişəm.